belə. Cahangir Səlimxanov əvvəllər Milli Konservatoriyada fəaliyyət göstərirdi. Hətta bir dəfə bizim qastrol səfərinə də göndərib, Siyavuş Kərimin rəhbərlik etdiyi vaxtlarda. Qastroldan qayıdan kimi Siyavuş Kərimin köməkçisi zəng elədi mənə ki, orada sizə günlük yemək pulu veriblər, onu gətirib ver də Siyavuş müəllimə. Mədəniyyət Nazirliyi belə işləyir. Mədəniyyət Nazirliyi o artıq ayrı bir prosesdir. Onu bilirəm. Yəni ki, mədəniyyət sahəsi, üzürlü sahə, mədəniyyət sahəsinin nümayəndəsi də Siyavuş Kərimin. Hətta Respublika muğam müsabiqəsində mən birinci yerə çıxanda, oradan çıxan günün səhərsi Anar var idi, Siyavuş müəllimin köməkçisi. Zəng elədi, Alma xan, orada 5000 pul udmusunuz, bəs birinci yerim qalibiyyətin məvacibi 5000-dir. İndi bilirəm, yarısını musiqiçilərə ödəməlisiniz. Heç olmasa yarısını gətirin, keçirdin könüllü konservatoriyanın fonduna. Yəni, könüllü rüşvət belə dünyada görülməyib, belə şey. Siyavuş Kərim, mən vaxtıkən orada tələbə idim, bu proseslər baş verəndə. Hətta Respublika muğam müsabiqəsinin sonraki mərhələsi beynəlxalq müsabiqədə birinci yerdə 10.000 evro mükafat var idi. Orada da məndən tələb elədilər ki, əgər 10.000 evronu verirsənsə, səni birinci yer eləyirik, vermirsənsə, sağollaşaq. Mən də orada tələbə idim. Bəlkə peşəmizi deyişək. Burada ciddi biznes imkanları var. Gəlin peşələrimiz aynı xanım. Heç olmasa siz də mən də gəlin peşəmizi deyişək. Biz bilmirmişik. Siz bayaqdan elə rəqəmlər gedir ki, orada. Bəli, mədəniyyət sahəsində olan korrupsiya araşdırılsa, sizi inandırım ki, elə işlər... Ya, bunlar faktlar da. Mən bunu ərizə yazıb keçmişəm. Ələk müəllimə, mən bir neçə sualım var. Mən bayaq sual verdim bu ictimai şuralarla bağlı məsələyə. Əslində Mədəniyyət Nazirliyinin İctimai Şurasından biz çox şeylər gözləyirik. Burada, bax, bu situasiyalarda nə nazirin məmurları, nə də ki Aynur xanım, bəlkə də Aynur xanım olmalıdır, yaxşı. Yəni siz yox, həm də İctimai Şura iştirak eləməlidir. İctimai Şura həm də körpü rolunu oynamalıdır. Amma təəssüf ki, açıq deyə çox zəif işləyir İctimai Şura. Razısınız məndən? İctimai Şuranın işi ilə bağlı təbii ki, hər bir struktur bölmənin ya da ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən hansısa bir qurumun, şuranın, bizim ekspert şuralarımız var. Hansı ki, repertuarla tutaq ki, məşğuldurlar və bununla bağlı rəy verirlər. Bu təzə yaradılan deməli struktur bölmələridir, heyətlərdir. Mən yenə deyirəm, məncə konstruktiv tənqid nəinki olmalıdır, bu mütləqdir. Çünki biz eşitməliyik. Kimin nə fikri var, kimin nə rəyi var, bir-birimizi təhqir eləmədən və mədəni formatında özümüzü saxlamaqla. Təbii ki, müəyyən suallar oluna bilər. Siz qeyd elədiniz, mən bədii şura demək istəyirəm, çünki teatrların bədii şuralardan biz səhər müzakirələr aparmışdıq, orada da